Proqramımızın əvvəlində də qeyd etdik ki, bugün Azərbaycan mətbuatında bir qadın imzasına işıq salacaq. Əlbəttə ki, söhbətimizlə, fikirlərimizlə artıq 142-ci ilə qədəm qoydu şərəfli Azərbaycan mətbuatı və 141 illik fəaliyyətdə heç də qadınların imzası, qadınların fəaliyyəti bu mətbuatda az iş görməyib. Bu mənada onları da, bu zərif güclüləri də unutmaq qətiyyən olmaz. Həm söhbətimiz isə nəzərinizə çatdıraq ki, Azərbaycan Qadın Jurnalistlər Assosiasiyasının rəhbəri, tərəqqi mükafatlı Sevil Yusifovadır. Sevil xanım, xoş gəlmişsiniz. Xoş Mən gəldi. tərəqqi mükafatını belə söylədim. O medal çünki sizin üçün aldığınız mayak rolunu oynayan, sizə stimul verən önəmli mükafatlardan biridir. Hər vaxtınız xeyir. Hər vaxtınız xeyir, sabahınız xeyir, əziz tamaşaçılar və mən istəyirdim Elçin bəyin bu coşqulu bir musiqisi ilə bu sabahı açdığınız üçün sizə təşəkkür edeyim. Gerçəkdən də bir millətin folkloru, bir millətin qeyri-maddi sərvəti də sahib çıxanda o güclü bir dövlətə çevrilir, güclü bir xalqa çevrilir və mən inanıram ki, bugün yeni gündə bu cür başlanğıçdan sonra bütün şad xəbərlər alacaq, mənfi xəbərlər almayacaq. Çünki ona görə ürəkdən alqışlayırdınız. Bəli, müsbət emosiya yaradılır və insanlar işə bu cür başlamağı çox gözəldir. Və məhz ona görə də ictimai televiziya hər bir Azərbaycanlının ailə televiziyasıdır. Təşəkkür edirik. Sevil xanım, Azərbaycan Qadın Jurnalistlər Assosiasiyası qısaca onu vurğulayaq ki, səhv etmirəmsə 20 ilə yaxın fəaliyyət göstərsiniz və bunun tən yarı artıq ömrünü siz rəhbərlik edirsiniz. Bu şərəfli, bu zəhmətli, önəmli bir assosiasiya. Bugün Azərbaycan Qadın Jurnalistlərinin gəlin bir ümumi fəaliyyətini, aktivliyini vurğulayaq. Ondan sonra isə digər məqamlara keçid alarıq. Çox gözəl dediniz ki, milli mətbuatın 141 il Azərbaycan milli mətbuatında çalışan zərif imzalar Azərbaycanın xalqının inkişafında, dünyada informasiya blokadasının yarılmasında, Azərbaycanın müsbət imicinin formalaşdırılmasında zərif imzaların çox böyük əməyi var. Aparılan tədqiqatlar göstərilir ki, Azərbaycanda mediada qadın ağırlığı heç də inkişaf etmiş Avropa ölkələrindən geri qalmır. Ən inkişaf etmiş Avropa ölkələrində, əgər biz Norvegiyanı, İsveçi, bunları misal çəkiriksə, mediada qadının faiz etibarilə 30-35%dir. Azərbaycanda da bugün həmin durum var. Aparılan tədqiqatda, rəsmi qəzetlər, rəsmi qeydiyyatdan keçmiş mətbuatda. Əgər buraya sosial mediada gəlsək, onda qadınların durumu, çəkisi kişilərdən öndədir. Və bugün sosial mediada fəaliyyət göstərən qadınlarımızın sayı çoxdur. Və mən deyərdim ki, bugün Jurnalist Qadınlar Assosiasiyası Azərbaycan qadınları, o mediada olan qadınları, zərif imzaları bir araya toplamaqla Azərbaycanın xaricdə təbliğ olunmasında bir çox fəaliyyətlər görə bilib. Və bu sahədə doğrudur, mən 10 ilə yaxındır ki, bu işin başındayım. İnşallah məndən sonra da yeni nəsil gəlib burada davam edəcəkdir və biz üzərimizə düşən, bir vətəndaş kimi üzərimizə düşən öhdəliyi yerinə yetirmişik. Mən elə düşünürəm. Bizim borcumuzdur bizim təbliğatda, doğru, düzgün informasiyanı çatdırmaqda fəaliyyət göstərmək və biz bu sahədə də öz işimizi görə bilmişiksə, nə xoşbəxt bizlərə. Nə xoş. Zərdabi nəslinin davamçıları, bu şərəfli nəslin layiqli davamçıları bugün də əllərində tutduqları o şərəfli qələmə, onun aliliyinə, onun yüksəliyinə sadiq qalaraq təbii ki, peşəkar jurnalistdən söhbət gedir. Xüsusi olaraq ona vurğu olunur. Öz işlərini davam edirlər. Artıq növbəti illərdə Azərbaycan mətbuat tarixinin şanlı səhifələrini çoxaldılar. Yaxşı, bəs Azərbaycan qadın jurnalistlərindən danışırıqsa, biz hansı insanları bir mayak olaraq adını çəkə bilərik ki, bax, o insanlar, bu qələm sahibləri bugün yeni qadın jurnalistləri üçün bir məktəb rolunu daşıyır? Çok güzel sual verdiniz Ayzer müəllim. Bugün bizim için örnek olan keçmişimizdə də bugünümüzdə də var. Əgər bu günümüzü götürsək, məsələn, mən Milli Teleradio Yayım Şirkətinin sədr müavini, filologiya elmləri üzrə fəlsəfə doktoru Sona xanım Vəliyevanın adını çəkmək istəyərdim. Sona xanımın son bir kitabı Işıq üzü görüb, Işığa doğru. Bəli. Mən deyərdim ki, bugün jurnalist olmaq istəyən
hər bir istər qadın, istər kişi fərqi yoxdur. Yəni bütün gənclərimizin stolüstü kitabına çevriləcək bir romandır. Bu 5 illik bir zəhmətinin bəhrəsidir Sona xanımın və inanın ki, onu oxuduqdan sonra insan o jurnalist fəaliyyəti dövründəki öz bir keçmişinə dönüb baxırsan. Şəxsən mən dönüb baxıram ki, Zərdabinin o qədər gözəl əməyini, Zərdabinin bu sahədə gördüyü işləri həm bədii dillə, həm də tarixi faktlarla ortaya qoyulmuş bir əsərdir. Mən çox istəyərdim ki, bugün jurnalistikada oxuyan, jurnalist olmaq istəyən hər bir kəs ilk öncə o kitabı oxusun. Mətbuat tarixində gözəl bir elə işıq salır, aydınladır yolu. İşıq salır, doğrudan da adı da gözəl seçib, işığa doğru. Bəli. Yəni bizi işığa doğru aparacaq məsələləri və o həyatı, o yaşamı göstərir. Yəni bir ad çəkməyim, çünki gerçəkdən də örnəklərimiz çoxdur Azərbaycanın mətbuatının. Bir-birinin adını çəkib, birini çəkməyəndə inciyərlər. Bu ənənə var artıq. Amma sadəcə bugün oxuduğum kitabın müəllifi olaraq Sona xanımı xatırlatdım. Və mən düşünürəm ki, bu örnəklərin olması əslində jurnalistikada yeni qədəm qoyan o xanımları, kövrək, incə, biraz qorxaq, biraz hürkək o xanımlar üçün çox gözəl bir örnəkdir ki, onlar bu yolda davam eləyə bilsinlər. Bugün mediada qadın çoxdur. Çoxallanan bir sual var ki, niyə Azərbaycan mediasında qadınlar bu qədər çoxlu təşkil elədikcə, amma idarə etmədə bu qədər görünmürlər. Burada da milli mental xarakterlərimiz ortaya gəlir. Qadınlar fədakardılar, işgüzardılar, zəhmətkeşdirlər. Bəli, arxada durmağı sevirlər Azərbaycan qadını. Burada ailə məsələsi var. Çünki bizdə ailə institutları oturuşmuş və dünyaya bir model olacaq ailə institutlarımız var ki, üzr istəyirəm. Ona görə də bizim Azərbaycanda istər jurnalistikada olsun, istər digər sahəsi olsun, qadın çalışır ki, axşam evində uşağının yanında həyat yoldaşını gözləyərək keçirsin. Ona görə də onlara vəzifəyə gəlmə çox təşəbbüs göstərmirlər. Amma mən məsələn arzu edərdim ki, təşəbbüskar olsunlar. Amma mən sizin müsahibələrинizin birində bir dəfə oxumuşdum. Demişdiniz ki, mən açıq etiraf edirəm ki, kişilər qısqanırlar. Gəlin baxaq baş redaktorlarımızın çoxuna söyləmişsiniz. Bunlar kişilərdir. Onu bir qısqancılıq olaraq irəli sürmüşdünüz. Məsələn, yəni kişi qadın yaranışına baxsaq, tarixə baxsaq, kişilər həmişə komanda şəkilində işləməyi sevirlər. Qadınlar isə daha çox individual olublar. İndividuum olduqlarına görə görünür o birləşmə, komanda şəklində işləmək biraz zəifdir. Amma gələcəkdə mən inanıram ki, gələcək nəsil elmi texnoloji yeniliklər gəldikcə, gələcək nəsildə idarə etməni ələ almaq təşəbbüsləri artacaqdır. Məsələn, bugün bizim Milli Mətbuat Şuramızda bir xanımımız var. Yəni seçilə təmsil olunur. Bir xanım da o nə deyirlər, zapaz, yəni ehtiyat hissədədir. Amma buna baxın, məsələn, mən çox istərdim orada qadınların sayı çox olsun. Gender bərabərliyi olsun, bərabər sayda olsunlar qadın və kişi. Sözsüz ki, bu da təbiidir mənim üçün. Çünki mən qadınam, qadın təşkilatına rəhbərlik edirəm və bu istək də oradan gəlir. Çünki bilirsiniz, qadın olan yerdə mərhəmət var, qadın olan yerdə sevgi var, ədalət var. Qadınlar arasında biraz da nizam var, nizam var. Bir də kişilər özləri də etiraf edirlər ki, qadınlar olan yerdə özlərinə bir çəki düzən verirlər həmişə, çalışırlar ki, daha o aqressiya azalır. Qadın olan yerdə o aqressiya azalır. O baxımdan mən çox istəyərdim orada qadın olsun. Çünki qadınlar nə qədər mediada çoxdursa da qadının problemini də ortaya qoyurlar. Məsələn, kişi baxışınla qadın problemi fərqli bir yöndən işıqlandırılır. Qadın olduqda orada tamam fərqli olur. Məsələn, son dövrlər bütün məncə qadınları, bütün alimləri, bütün ziyaları narahat edən məqamlar vardı ki, məsələn, mediamızda hansısa bir qadının cinayətdə adı hallanarsa da, yaxud manşetlərə çıxarılır. Qadın 3 uşaq anası, nə bilim, qoşuldu, qaçdı, harasa getdi. Doğrudur, bu məyər digər ölkələrdə olmurmu? Olur. Bu məqamlarda qadının bu cür hallanması, tutaq ki, o doğru yolda olmayan qadının arxasında o 3 uşağı da fikirləşmək lazımdır. O uşaqları gələcəyini də fikirləşmək lazımdır. Yəni, onların həyat tablosuna bir qara rəngləmək, boyamaq doğru deyil. Biz onu düşünməliyik. Məsələn, mən dünənə qədər Gürcüstandaydım, Tiflisdə bizim böyük bir tədbir var idi. Onların televiziyalarına fikir verdim. Xüsusi olaraq xəbərlərinə fikir verirdim.
Orada son dövrlər turistlərin çox axını ilə bağlı maşın qəzalarının sayı çoxalıbdır. Maşın qəzalarında dünyasını dəyişən insanların, uşaqların hamısının üstünə xüsusi ştrixlərlə, yəni uşağın üzü görünməmək şərti ilə xəbər verirdilər. Mənim çox xoşuma gəldi bu. Yəni ki, o uşağın gələcəyi var, o uşağa görə bu xəbərlərdə o uşaq hüquqlarını müdafiə edərək o cür verirlər. Yaxud da ki, uşaq ölümü ilə bağlı hadisələrdə yenə də uşaqların üzü görünmür. Və yaxud qonşu Türkiyədə bir aksiya keçirildi. Siz bilirsiniz ki, qadın zorakılığına hətta dizi filmlərdə bir ara qalxdı ki, yox demək və bunu göstərmək üçün qadın zorakılığına qarşı xüsusi sujetlər, hansı ki məqamlar o hadisələrin içinə qatıldı. Yaxud keçmiş zamanlarda çəkilmiş narkotik istifadəsi, yaxud siqaret və yaxud içki istifadələrinin üstünə xüsusi kapatılmış ştrixli bir lövhə verirlər. Bu əslində gözəl bir şeydir. Yəni, mən düşünürəm ki, bu gələcək nəslin yetişməsində gözəl bir örnəkdir. Yəni, bəzən qadınları mediada, bu bizdə deyil, bu dünyanın hər yerində belədir ki, buna qarşı indi aksiyalar var, buna qarşı çağırışlar var ki, məsələn, bir bahalı maşın satışında qadın bir əşya kimi, aksesuar kimi istifadə olunmasına qarşıdır. Yaxud bir şampun reklamı gedir, qadının mütləq çimərlik formasında çəkilməsi, onun o şampunun yanında verilməsi çox ucuz bir insanın xarakterini, insanın o gözəlliyini ucuzlaşdırmağa aparır. Ona qarşı da dünyada bütün artıq kişilər də bu aksiyalara qoşulublar. Bir də digər tərəfdən baxaq ki, bu güclü estet varlıqları bəlkə də sırf elə işə daha da kömək edəcək deyə onlar o dediyiniz o bahalı avtomobili demək ki, yetərsiz qalır. Öncələr elə düşünürdü, amma indi düşünülür ki, qadını bu hallara gətirmək olmaz. Yəni, qadın gözəldir, bəli. Qadın hər əməli ilə, zahiri görünəşinə, hər şey ilə gözəldir. Yəni, gözəl bir Allahın verdiyi lütfdür, varlıqdır. Qadın anadır. Amma qadının əşya yerinə, aksesuar yerinə istifadə edilməsinin bugün dünyada belə bir artıq fikir formalaşıb ki, əleyhinədir. Və mən də düşünürəm ki, gerçəkdən də elədir. Yəni, qadının ağlı, qadının başqa xarakterlərini ortaya qoymaq, göstərmək daha vacibdir mediada. Bir də konferanslardan söz açdınız, aksiyalardan söz açdıq. Biz bilirik ki, sırf elə sizin assosiasiyada müxtəlif aksiyalar keçirilir, müxtəlif konferanslar təşkil edir. Genofondumuzu qoruyaq devizə altına keçirdiyiniz o çox önəmli aksiyanı biz xatırlayırıq. Eləcə də çox önəmli bir ensiklopedik toplu olan, təbii qadın jurnalistlər haqqında Zərif İmzalar kitabı, bu da çox önəmli bir ciddi, çox önəmli bir zəngin topludur. Biz bununla bərabər bir məqama da toxunmaq istərdik. Region jurnalistikasının inkişafı ilə bağlı da bir sıra konferanslar keçirmişsiniz. Bu məsələni də gəlin yaddan çıxarmaya. Paytaxt, mərkəz, əlbəttə ki, bütün hadisələrin epicentrıdır. Region jurnalistikasında qadınların bugün inkişaf tempi necədir? Regiondakı qadınların bilirsiniz, bu cür tədbirlərə bir ehtiyacı var. Hər dəfə getdikdə, ən ucqar sərhəd bölgələrinə də gedəndə biz oradan həmişə təşəkkür alırıq. Həmin qadınlar, iştirak edən qadınların. Çünki tamamilə doğru dediniz Azər bəy. Çox yerində dediniz ki, bugün hər şey paytaxtda baş verir. Zaten universitetlər də paytaxtdadır. Başa düşüləndir, mərkəzdir. Amma biz onların yanına gedəndə, onların öyrənmək istəyini görürük. Mən elə buradan müraciət edərdim qeyri-hökumət təşkilatlarının nümayəndələrinə ki, imkanları olduqca rayonlara tez-tez getsinlər. Onların treninqləri, seminarları oradakı insanların çox böyük ehtiyacı var. Və stimul alırlar. Bilirsiniz, elə bir ki, onlara güc vermiş olursunuz, enerji vermiş olursunuz. Region mətbuatı, əgər əvvəlki illərlə müqayisə eləsək, son dövrlər çox inkişaf eləyibdir. Və orada çox güclü qələm sahibləri yetişdirilir. Və burada əsasən də region televiziyaların öhdəsinə böyük məsuliyyət düşür və mən onlara da buradan fürsətdən istifadə edeyim, olan rəhbərlərə də təşəkkür edirəm. Gözəl bir kollektiv yetişdirə biliblər. Dövlətin əlbəttə qayğısı sayəsində. Çünki hətta bəzən mən orada görüşlərdən sonra televiziyanın bu çəkiliş mərkəzlərini falan gəzdikdə görürdüm ki, yeni texnika, deyirdim, hətta biraz zarafat edirdim ki, dövlət sizə görür nə qədər imkan yaradıb ki, siz paytaxtda yerləşən televiziyalarını yarışa girə bilərsiniz. Yəni, mükəmməl texnika ilə təmin olunublar, mükəmməl şəraitləri var. Sadəcə kadr məsələsinə ehtiyac var. Biraz bu Müşfiq Ələsgərlinin bir kitab da buraxmışdı
postuna bağlı araşdırması çıxmışdı ki, regionda qadınların biraz mediaya gəlişində problemlər olur, ailə Müəyyən bu stereotiplər məsələsi. maneə qoydu filan. O stereotipləri məsələn ELTV, Kəpəz TV və digər televiziyalar sındırdı və onlar göstərdilər ki, indi xahiş eləyirlər. İndi iş yeri yoxdur, amma indi insana gəlib xahiş eləyirlər ki, mənim qızım ali təhsil alıbdı, volontyor kimi burada çalışsın və s. Çünki artıq onlar da anlayırlar ki, o mediada onların evladları öz potensiallarını çıxartmaqla gələcək karyeralarında uğurlu bir karyera qura bilərlər. Önəmli bir fürsətdir. Zeynəb xanım, təşəkkür edirik biz sizə. Müəyyən bir zaman kəsiyində mətbuatda, mediada, televiziyada, ümumilikdə kütləvi informasiya vasitələrində bir qadın fəallığına biz nəzər saldıq sizin fikirlərinizlə. Yenidən görüşmək ümidi ilə ayrılırıq sizdən. Mən sizə təşəkkür edirəm ki, vaxt ayırdınız və qadın jurnalistlərin məsələlərinə bu cür diqqət götürdünüz. Təşəkkür edirəm. Bu məsələdə həssaslıq hər birimizin borcudur. Əziz tamaşaçılar, həmsöhbətimiz Azərbaycan Qadın Jurnalistlər Assosiasiyasının rəhbəri Sevil Yusifova idi.